Sözdələn, sözdən səs gəlir. Sözdələnən layihənin veb saytından və Coffee.al platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm. Sözdələn layihəsinin bu dəfəki buraxılışı beyin və yaddaş haqqındadır. İndi sənə danışacağım elmi məqalə Boston şəhərində yaşayan yazıcı, elm mövzularında yazan müəllif və jurnalist Deborah Halber tərəfindən 2018-ci ildə brainfacts.org veb saytında yayımlanıb. Deborah Halber həmçinin müxtəlif universitet nəşrlərində dərc olunan bir çox məqalələrin müəllifidir. Yaddaş həyatımızda böyük rol oynayır. Məsələn, yeni öyrəndiyimiz bir sözün mənasını yadımızda saxlamaq, sevdiyimiz bir günü xatırlamaq və ya heç düşünmədən velosiped sürmək. Bunların hamısı yaddaş sayəsində mümkündür. Elm adamları hələ də yaddaşın bütün sirlərini açmayıblar. Amma beynin necə işlədiyini, yaddaşın necə formalaşdığını və hansı növləri olduğunu artıq yaxşı başa düşürlər. Qulaqlarımızın arxasında yerləşən beynin ara temporal payı yaddaş üçün əsas mərkəzlərə sahibdir. Burada hipokampus və ona yaxın digər hissələr var. Onlar birlikdə işləyərək yeni xatirələri yaradır, saxlayır və lazım olanda geri qaytarır. Beyin qabığı, yəni korteks, gördüyümüz, eşitdiyimiz, hiss etdiyimiz bütün məlumatları toplayır və emal edir. Uzun müddətli yaddaş, yəni ömür boyu qala bilən yaddaş iki əsas böyük qrupa bölünür. Şuurlu yaddaş və şuursuz yaddaş. Şuurlu yaddaş başqa sözlə deklarativ yaddaş növündə faktlar, məlumatlar və şəxsi hadisələr saxlanılır. İstədiyimiz vaxt onları xatırlayıb danışa bilirik. Şuurlu yaddaş iki alt qrupa ayrılır. Semantik və episodik yaddaş. Semantik yaddaş dünya ilə bağlı ümumi biliklərdir. Məsələn, ölkələrin paytaxtları, tarixlər, riyazi qaydalar və ya sözlərin mənaları. Episodik yaddaş şəxsi təcrübələrimizdir. Məsələn, uşaqlıqda yaşadığımız bir hadisəni hansı məkanda və necə hiss etdiyimizi xatırlamaq. Burada amigdala adlı beyin hissəsi də mühüm rol oynayır. O xatirələrə emosiyalar qatır. Məsələn, qorxu, həyəcan və ya sevinc. Yaddaşın bir başqa forması da məkan yaddaşıdır. Bu ətrafımızda yolumuzu tapmağımıza kömək edir. Hipokampusda yerləşən yer hüceyrələri məkanla bağlı məlumatı yazır. Biz tanış küçədən və ya evdən keçərkən həmin hüceyrələr aktivləşir. Digər böyük yaddaş qrupu olan şuursuz yaddaş isə adətən şuurlu şəkildə xatırlanmaz. Amma vərdişlər və bacarıqlar bu yaddaşda saxlanılır. Məsələn, danışmaq, ayaqqabı bağlamaq, maşın sürmək və ya velosiped sürmək kimi. Bu cür yaddaşı öyrənmək və saxlamaq üçün 3 əsas beyin hissəsi vacibdir. Bazal qangliya, prefrontal korteks, beyincik. Bazal qangliya vərdişlərin formalaşmasında rol oynayır. Prefrontal korteks planlama və diqqəti idarə edir. Beyincik hərəkətləri düzgün və dəqiq etməyimizə kömək edir. Qısa müddətli yaddaş məlumatı bir neçə saniyəlik və ya dəqiqəlik saxlayır. Məsələn, kiminsə telefon nömrəsini eşidib dəftərə yazana qədər yadında saxlamaq. Əgər bu məlumat uzun müddətli yaddaşa köçürülməsə, tezliklə unudulur. İşlək yaddaş isə sadəcə saxlamaqla kifayətlənmir. Məlumatı istifadə etməyə də imkan verir. Məsələn, telefon nömrəsini xatırlayıb eyni anda telefona yığmaq. Bu prosesdə prefrontal korteks, beyin idarə mərkəzi mühüm rol oynayır. Yaddaş beynimizin ən möcüzəli funksiyalarından biridir. O həm öyrəndiklərimizi, həm də yaşadıqlarımızı qoruyur. Faktlar, hadisələr, emosiyalar, vərdişlər və hətta məkan hissi. Bunların hamısı yaddaşın müxtəlif növləri sayəsində mümkündür. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Coffee.al platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.